Bir şey də deyim sizə. Müxtəlif insanlar gəlir qəbula və deyir ki, filan işim haçan olacaq. Deyirəm, valla siz baxıcının yanına gəlməsiniz. Mən həkiməm, mən baxıcı deyiləm. Bir dəfə bir qəbula yazılmışdı. Yəni o qadını bilirdim, gəlmişdi. Təkrar yazıldı ki, yoldaşımla oğlumu gətirməyin. Ya yoldaşımla qızımı, ya yoldaşımla oğlu. Bax, burada səhv eləyə bilərəm. Niyə? Qəbula 4-ü gəldi. Ailəvi gəldilər və hətta mən deyindim, ayda 1 saat yarıma mən 2 nəfəri necə işləyəcəm? Yəni bu yarımçıq iş olacaq. İçimdə deyindim, neysə bunlar girdilər içəri. Biz başladıq işləməyə. Təsəvvür eləyin Aytən xanım, mən yoldaşını da işləyə bildim. Oğlunu da, qızını da. Hətta həyat yoldaşı ilə də danışa bildim. Yəni 1 saat 20 dəqiqəyə mənim bütün işim qurtarmışdı. Yəni deyim ki, kiməsə ayrı seçkili eləyirəm, Aytən xanım, siz mənə bilirsiniz. Yəni ki, işim odur. Durub mən bu gözü belə deyib, bu qəti yoxdur. Şükür Allaha. Və artıq 10 dəqiqə qalmışdı, bütün iş tamamlanmışdı. Həqiqətən döndüm, dedim ki, siz kimsiz? Deyir, nə olub ki? Deyirəm, bu mümkün deyil. Mən sizi birinci dəfədir tanıyıram da, indi yoldaşını görmüşdü, uşaqları, sizi. Siz kimlərdənsiz ki, iş belə rahat getdi? Deyir, nə olub ki, İradə xanım? Deyirəm ki, siz hansı nəslin adamısınız? Belə rahat iş qeyri-adi insanlarda gedir. Siz kimlərdənsiz? Bilirsiniz o mənə oğlan nə dedi? Biz Mir Mövsüm ağanın nəslindənik. Dedim, siz day qəbula day gəlməyin. Siz hər şeyi eşitdiniz. Nəslin rolu böyükdür. Böyükdür. Enerjisi və ruh gəlir nəslə uyğun. Ruh da gəlir, o nə ki içində təmiz qara var. Yəni o kimsə deyir ki, biblərim cadugərdir, falçılara gedir. O ruh bu nəslə uyğundur. Ona görə də burada doğulur. Layiqsən. Hə, və burada kim nəyə layiqdir? Allah orada o yuvaya da səni salır. Burada əstağfurullah əsilidir. Neçə dəfə deyirəm ki, nə kimi orada çirk çoxdur, o qədər də çoxdur dayanmadan. Təmizdən. Var əstağfurullah deyirsən 10 dəfə yol açılır. Var 1 ildə eləyirsən yol açılmır. Deməli günahlar çoxdur. 7 qat arxaya ata və ana nəslin ağırlığı var. Və bu bizim DNK ilə gəlir bədənə. Ruh bu nəslə uyğun doğulur. Və sən nə kimi qəbul, niyə deyirlər qohum əlaqələrin kəsməyin? Yəni sən buradan kəssən, Allah o tərəfdən kəsir. İradə xanım, mövzular. Yəni siz burada nə kimi təmizdən söz, o kimi Allah sizin bu tərəfinizi zəngin edir. Və bir şey də demək istəyərdim. Çalışın, dua eləyəndə evladınız üçün eləməyin. Nəsliniz üçün eləyin. Mənim nəslimi seçilmişlərdən elə. Mənim nəslimi sənə layiq olanlardan elə. Mənim nəslimi möminlərdən elə. Ona görə də Allah qızın qabağına mömin bir ailə gələcək, oğlun qabağına mömin ailə göndərəcək və orada nəsil siz qızınız üçün, oğlunuz üçün istəməklə deyil, nəsil üçün istəyin. Nəsil üçün istədikcə Allah Taala hamının yolunu açır. Şəxsən bir yerdə olanda, orada Ərəfət dağında deyir, üzr istə. İnandırım sizi ki, üzr istəmək də, əstağfurullah deməkdən yorulmayın. Allah sizi o yerlərə salsın. Niyə? Ərəfət dağında
Ona görə ki, Adəmlə Həvva orada birləşdilər. Allah orada onları bağışladı. Hə. Orada güclü məqam olur. Və hər adam o məqamı keçə bilmir.